Sabahınız xeyir olsun. 23 yanvar 2026-cı il tarixi həftənin cümə 5-ci günüdür. Şaban ayının isə 4-cü günüdür. Səhv etmirəmsə və bu mübarək ayda ilk deməli cümə 5-ci günüdür. Hər birimiz üçün mübarək olsun. Cümə ibadətlərimiz qəbul olunsun və bu günlərin kimləri iştahınca gedir, kimlər evdə ev işləri, evdarlığı ilə məşğul olur, onlara iş əbatdı, can sağlığı, ruzi, bol bərəkət arzuluyuram hər birinə və bununla yanaşı kimlər təhsillə məşğul olur, orta məktəbə yaxud imtahana, bununla yanaşı orta ixtisas tələbələri, ali məktəb tələbələri dərsləri ilə məşğul olurlar və onlara zehin açıqlığı, yol açıqlığı arzulayıram, hədəflərinə, məqsədlərinə oxuyaraq, təhsilləri ilə məşğul olaraq, gözəl hazırlıq keçərək nail olmalarını arzulayıram. 23 yanvarda kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm. 23 yanvarda olan xəstələrə şəfa diləyirəm, qazilərimizə demək hər birinə can sağlığı və şəfa diləyirəm. Bununla yanaşı 23 yanvarda kimlərin ad günü, şad günüdür. Hər birini təbrik edirəm. Bu günləri düşərli olsun, arzularına çatsınlar, gözəl həyat yaşasınlar. Amin inşallah. 23 yanvar 98-ci ildə Trayan Roma İmperatorluğunu ələ aldığı gündür. 23 yanvar 1792-ci ildə Qənt və Kofe qıtlığı Fransanın paytaxtında kütləvi ixtişaşlara səbəb olduğu gündür. 23 yanvar 1832-ci ildə Fransız impressionist rəssam Edward Maninin anadan olduğu gündür. 23 yanvar 1849-cu ildə Amerikalı həkim Elizabeth Blackwell qərb yarımkürəsində doktorluğu müdafiə edən ilk qadın kimi tarixə düşdüyü gündür. 23 yanvar 1922-ci ildə Taroutada şəkər xəstələrinə insulin kütləvi şəkildə tətbiq edilməyə başlandığı gündür. 23 yanvar 1950-ci ildə Knessetdə İsrail parlamenti Təl-Əvivi İsrailin paytaxtı elan etdiyi gündür. 23 yanvar 1978-ci ildə Fransadakı isə ölüm hökmünə razılıq verdiyi, yəni ləğv olunmasına razılıq verdiyi gündür. 23 yanvar 1990-cı ildə 41 il əvvəl Macaristana daxil olmuş Sovet ordusu ölkəni tərk etdiyi gündür. 23 yanvar 1992-ci ildə Amerika Birləşmiş Ştatlarının Azərbaycanın müstəqilliyini qəbul etdiyi gündür və tanıdığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.